Sələflərdən biri deyir ki, möhtərəm qardaşlar, ölüm insana bu dünyada möminə ibrət olaraq yetər. Müsəlmana ölüm ibrət olaraq yetər. Ən böyük ibrətdir ölüm. Ona görə Muhammed sallallahu aleyhi ve sellem hədislərinin birində buyurur ki, ağız dadını qaçıran ölümü tez-tez xatırlayın və ləzzətləri uçuran ölümü tez xatırlayın. Qəhqəhə çəkərək məscidin yaxınlığında gülən şəxsləri Muhammed sallallahu aleyhi ve sellem görərək buyurur ki, and olsun Allaha, əgər mən bildiklərimi siz bilsəydiniz, çox ağlayardınız və az gülərdiniz. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, əgər mən sizə yazığım gəlməsəydi, Allaha dua edərdim, qəbirlərdə olan hadisələri sizlərə eşitdirərdi. Lakin bunu etmirəm ki, ölülərinizi dəfn etməkdən çəkinərsiniz. Yəni, ya ölülərin başına gələn hadisələrin vahiməsindən utanarsınız ki, ölülərimizin başına gələn müsibəti kimsə bilməsin. Ya da mənası odur ki, onların çəkdiyi əzabın, onların düşdükləri durumun şiddətini görərsiniz və yeməkdən, içməkdən və hər türlü sizləri huzura aparan şeyləri tərk eləyərsiniz. Ölüm, əziz qardaşlarım, insanlara ibrət olaraq yetər. Və bu bir sirdir müsəlmanın həyatında. Nə zaman gələcəyini, harada gələcəyini və nə cür gələcəyini müsəlman bilmir. Ona görə ey müsəlman, sən ölüm üçün hazırlaş yine. Və sən gözləmə ki, ölüm üçün mütləq gərək xəstələnəsən. Nə qədər xəstələnməmiş, səhər sap-sağlam evindən çıxan insanlar axşam öylərinə cəsəd olaraq gətirilib. Nə qədər cavanlar var ki, qocalığı, yaşlanmağı ümid eləyir və onlar evlənməmiş belə torpağın altına dəfn olunur. Ölüm ibrət olaraq müsəlmana yetər. Dərs olaraq yetər. Sələflərdən biri deyir ki, bir insanın axmaqlığına dəlalət eləyir ki, qəbirləri görərkən, qəbir sənlıqlarını keçərkən o insanın üzü gülsün və təbəssüm eləsin. Çünki həqiqi ölümü bilən insan, dərk eləyən insan, onun üzündə gülməyə taqəti olmur. Muhammed sallallahu aleyhi ve sellem qəbir sanıqları tez-tez ziyarət eləyərdi. Hətta ölümündən 3 gün qabaq belə gedir, Baqi qəbir sanlığında sahabələri ziyarət eləyir. Və deyir ki, siz keçmişlərsiniz, biz də gələcəklər. Yəni siz ölüb getmişsiniz, bizlər də yaxında sizlərə qovuşacağıq. Muhammed sallallahu aleyhi ve sellem əziz qardaşlarım, sahabələrinə də əmr eləyərdi ki, qəbirləri ziyarət eləyin. O sizə axirəti xatırladır. Gedəcəyiniz mənzili xatırladır. Bəzən insana gərək bu dünyanın heç bir bərbəzəyi onu gedəcəyi son mənzilindən yayındırmasın. Bir varlı insan olur möhtərəm qardaşlar. Bu Mədinədə olan bir hadisədir. Buradakı olan yaşlı və elmli insanların birindən eşitmişəm. Deyir ki, bir varlı insan olur Mədinə şəhərində və böyük bir dənə saray tikir. Və sarayının otaqlarının biri naqis olur sadəcə. Hər yerini düzəltmiş olur, otaqların birindən başqa. Otaqların birinə qapı qoymamış olur. Bir gün gedir, bir dükana və baxalı bir qapı alır. Və özünün evində olan, əcnəbi sayılan, ərəb olmayan bir xidmətçisinə deyir ki, filan saatda get qapını gətir, evimə taxmış ol ginən, mən səfərimdən dönənə kim hazır olsun. Və bu varlı insan səfərdən dönür və qapının otağa taxılmadığını görür və əsəbləşərək öz xidmətçisini döymək istəyir və deyir ki, sən qapını niyə gətirmədin? Deyir, vallahi gətirdim və onu sənin evin qapısına qoydum. Deyir, hara qoydun? Və deyir, əlindən tutaraq onu Mədinə kənarında olan bir qəbir sandığa aparır. Hazır qazılmış bir qəbrin üstünə qoymuş olur. Və deyir ki, sənin evin budur. Bu da sənin evin qapısıdır. Sən evin hər tərəfinə qapı asmağı düşündün də, bu eviyə bir qapı taxmağı niyə düşünmədin? Orada əbədi yaşayacağını mı güman edirsən?
həmin insan deyir ki, mən o varlı insanı tanıyıram. Bu hadisə o insana çox təsir eləyir. Həyatı tamamilə dəyişir. Və ən çox məscidə qapanan insanlardan olur. İbadət edən insanlardan olur. Dünyanı qəlbindən çıxardıb əlində saxlayan insanlardan olur, möhtərəm qardaşlar. İxlasla.com saytı tərəfindən təqdim olundu.